Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında keçid ballarının enəcəyi gözlənilir. Buraxılış imtahanlarında şagirdlərin göstərdiyi nəticəyə əsasən ekspertlər bu fikirdədir. Keçid ballarının hansı ixtisas qruplarda düşməsi gözlənilir? Ətraflı sujetdə. Mart ayında keçirilən buraxılış imtahanlarında əsasən 3 və 4-cü ixtisas qruplarında riyaziyyat fənninin suallarının çətin olması keçid ballarının enəcəyindən xəbər verir. Ekspertlər hesab edir ki, əgər qəbul imtahanlarının sualları da çətin olarsa, balların aşağı düşməsi qaçılmazdır. Əksinə, suallar asan tərtib edilərsə, ballar qalxacaq. Xüsusilə də 3-cü və 4-cü qruplarda bu məsələnin daha ciddi olduğu bildirilir. Sualların çətinliyi müəyyənləşərsə və bu balların düşməsinə müəyyən qədər təsir göstərərsə, hardasa hesab edirəm ki, ixtisas qruplarına görə 50 bala qədər düşmə müşahidə oluna bilər. Əlbəttə, bunu ümumi olaraq indidən demək çox tezdir. Çünki hal-hazırda qarşıda blok imtahanlarının 1-ci və 2-ci cəhdi olacaq. Bu blok imtahanının əgər keçən ilki blok imtahanı ilə eyni səviyyədə olarsa, dəqiq demək olar ki, bu ilki qəbul imtahanları keçənlə nisbətən balların düşəcəyi müşahidə olunacaq. Bəs bu ilki qəbul imtahanlarının nəticələrindən gözləntilər nələrdir? Deyək ki, müsabiqə şərtləri 200 baldır. 200 bal olan müsabiqə şərtləri əgər ballar düşərsə, 250 ballıq bir şagirdin balı gəlib 200 bala düşə bilər və yaxud da 240 ballıq bir şagirdin balı gəlib 200 baldan aşağı düşə bilər. 200 baldan aşağı düşdüyü təqdirdə həmin abituriyent artıq müsabiqə şərtlərini ödəmədiyi üçün qəbul prosesində iştirak edə bilməyəcək. Ballar enərsə, ciddi bir şəkildə enərsə, bəli, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azalacaq və qəbul prosesi ciddi bir şəkildə çətinləşəcək. Ekspert hesab edir ki, ballarda ciddi şəkildə enmə olarsa, müsabiqə şərtinin də gərgin keçməsi gözlənilir. Müsabiqədən keçən abituriyentlərin sayı bilinmədiyi üçün dəqiq nəsə demək hələ ki çətindir. Ağcəl Əskərli, Elvin Muradov, ATV Xəbər.